Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağanın tam mərkəzi və köhnə bazara yaxın, bütün marşrut və yola yaxın bir sıra torpaq sahəsinin üzərində 3 otaqlı belə bir həyət evinin için olay qismanlı mülkünə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. Balaca xudmanlı bir həyəti var, evin fasadlanma, aboy və qapıları qalıb. Yəni qiymət 51 mindir və qeyd etdiyimiz kimi reallı olarsa endirim olunacaq. Kim istəsə EVS tərəfindən də qoyula bilər qapılar, kim istəsə alıb özü də qoya bilər və qiymətində endirim ola bilər. Sənəd çıxarışdır, kupçadır. İnşallah həyət hissəsini sizlərə təqdim edib. Azərbaycan qeyd etdiyimiz kimi xudmanın həyəti var. Evin qabağının fasadlanması qalıb və keçirik evin içərisini təqdim edib. Bura giriş hissəsidir. Zaten giriş hissəsində bir də təqdim edeyim sizlərə. Baxın. Burada bir otaqlı, yəni kim istəsə alıb kiraya da verə bilər. Göstərək sizlərə. Bir otaq buradadır və buradan keçid edirik. İkinci otağı təqdim edək sizlərə. Kombina xətlərə qədər atılıb. Və burada da bir otaq nəzərdə tutulub, 3 otaqlı. Və keçək mətbəx hissəsində göstərəcəm sizlərə. Bu isə mətbəx hissəsidir. Və sancı hissəsini göstərək. Sancı hissəsi də hazır vəziyyətdədir. Və qeyd etdiyimiz kimi dəyərli izləyicilərimiz, Məşdağanın tam mərkəzində və köhnə bazara yaxın, tam mərkəzdədir, bütün marşrutlara da yaxındır. Bir çox torpaq sahəsinin üzərində inşa edilib. 2 otaq bir mətbəxdir, sənəd çıxarışdır. Qiyməti ilkin olaraq 51 min manatdır. Reallı olarsa endirimi də olunacaq və qeyd etdiyimiz kimi fasad və aboy qapılara ehtiyacı var. Yəni o qiymətində endirim olunacaq. Səhifəmizi izlədiyi üçün Məşdağanla kimi əməkdaşlar və rəhbərlik adına sizlərdən təşəkkürümüzü bildiririk.